Salam əziz izləyicilər. Bax bu su qızdırıcısıdır. Pitiminutqa deyirik. Deməli bugün xarab olubdur bu. Su bağlanandan sonra qaz sönməyib, su qızmağa davam eləyib, buxara çevrilib və bax bu qazanı məhv eləyib. Bax burada xırda görürsünüz, qalay xırda yumrulanıb, ora-bura dağılıb, əriyib qalaya. Bu qalaylanmış yerlərdə. Bu da oda davamlı şlankdır, stiklovata deyirlər. Bundan hazırlanmış, yanmalı deyildi. Bax burada əriyib, mis əriyib, burada deşilib. Bu ki var, bax bu. Bunu şunu çıxardım. Gücüm çatmadı. Yaxşı qol çıxmasın yoxdur. Mən bunu ölçmək istəyirəm. Əslində bu həddən artıq qızma olanda o söndürməliydi. Qazı söndürməliydi, amma söndürməyib. İndi mən bunun müqamətini ölçmək istəyirəm. Təsadüfən bunun da testerin batareykası yatıb. Ona görə neyək? İkinci hissədə çəkərəm. Tam daha geniş, ətraflı göstərərəm. Bu videonu qoyuram ki, indi siz biləsiniz ki, bu ikinci hissəsi olacaq. Kim maraqlanırsa izləsin, ona da baxsın. Yəqin ki, profilimdə bunlar yan-yana olacaq da. Altda bu, üstdə ikinci hissə. Ona da baxarsınız. Hələlik sağ olun. Mən ölçəcəm görüm bu işləkdir, niyə söndürməyib. Bu qəza sensorudur da. Artıq temperatur olanda söndürməlidir. Amma problem isə bundan yaranır. Bax, fikir verirsiniz, bunun qaz-su sensoru fərqlidir. Girkonlarla həll olunur. Bax, bunlar girkonlardır. O xarab olub.